Bismillahirrahmanirrahim. Bəqərə surəsi. Bu surə Mədinədə nazil olmuş, 286 ayədən ibarətdir. Bəqərə surəsinin ümumi məzmunu. Quranın ən böyük surəsi sayılan bu surənin bütün ayələri təbii ki bir yerdə nazil olmayıb. Bu ayələr müxtəlif fasilələrlə müsəlman cəmiyyətinin bu və ya digər ehtiyacları ilə əlaqədar olaraq Mədinə şəhərində nazil olmuşdu. Bununla belə, onun İslam etiqadı və dini, ictimai, siyasi və iqtisadi məsələlər kimi bir çox dini praktiki məsələləri özündə etibar etməsi danılmazdı. Bu surədə aşağıdakı mövzular öz əksini tapmışdı. 1. Tövhid və Allahı tanıma. Xüsusilə də yaradılışdakı sirləri mütaliə etmək yolu ilə insan tövhidə dəvət edilmişdi. 2. Məad və ölümdən sonraki həyat. Bu məsələ İbrahim əleyhissalam peyğəmbərinin əhvalatı və quşların öldükdən sonra dirilməsi, eləcə də Üzeyr əleyhissalam peyğəmbərinin əhvalatı kimi əyani sübutlarla əsaslandırılmışdı. 3. Quranın ecazı və bu səmavi kitabın əhəmiyyəti. 4. Yəhudi və münafiqlər, eləcə də onların İslama və Qurana qarşı tutduğu mövqe. Ha belə bu zəmində onların müxtəlif vəfatsızlıqları. 5. Böyük peyğəmbərlərin, ələxüsusda Həzrət İbrahim əleyhissalamın və Həzrət Musa əleyhissalamın həyatına dair geniş məlumat. 6. Müxtəlif praktiki əməlləri, namazı, oruc, Allahın yolunda cihad, həcc, qiblənin dəyişdirilməsi, nicah və talaq, evlənmə və boşanma, alqı-satqı və borc vermək, eləcə də sələmin bir sıra hökmləri. 7. İnsanın öz malından Allah yolunda xərcləməsi. 8. Qisasın hökmləri, bir sıra haram ətlərin, qumar və şərabın qadağan edilməsi, vəsiyyət və bu qəbildən olan şəriət məsələləri. Bu surənin Bəqərə, inək adlandırılmasına gəlincə isə, bu məsələ surənin 67-73-cü ayələrində öz əksini tapmışdı. Bəni İsraildə baş vermiş bir hadisə ilə bağlıdır. İnşallah bu barədə həmin ayələrin təfsirində ətraflı məlumat verəcəyik.